Çöldə şaxta olanda quşxananın qapısını bağlayıb kənara çəkilmək olmaz. Əsl ustalıq bu buz kimi havada quşu diri tutub bala böyütməkdir. Qışda quş saxlamağın öz qayda qanunu var. Birinci şərt dərəcə deyil, içərdəki havadır. Quşxananı hər tərəfdən qapıyıb heyvanları boğmaq olmaz. İçərdə təmiz hava dövr etməlidir. Amma quşların üzərinə birbaşa soyuq hava vurmamalıdır. Quş soyuqdan yox, havasızlıqdan və rütubətdən xəstələnir. Bala almaq istəyirsənsə, yuvanın altını hər zaman quru saxlamalısan. Nəmli, küləkli yuva balanın tələf olması deməkdir. Altına təbii saman və ya otu bol qoymalısan ki, istilik yuvada qalsın. Gecə balaların qursağını yoxlamadan quşxanadan çıxma. Qursağı boş olan bala sabaha çıxmaz. Qışda quş saxlamaq səbir və diqqət işidir. Quşun lələyinin parlaqlığı itibdirsə, o quş qışı çıxara bilməz. Siz qışda balaları soyuqdan qorumaq üçün nə edirsiniz? Şərhlərdə bölüşün.